Hər vaxtınız xeyir. Kim əgər tövbə edərsə, üzü Allaha gedər. Ona cənnət qismət olar. Daima qardaş. Budur əslində səadət, budur əbədiyyət. Yığılan varın qısa müddət çatacaq dadıqa qardaş. Bunu dərk eyləsən əgər, qocalırsan yavaş-yavaş. Gələcək vaxt, qoyacaqlar sinənin üstə yekə bir daş. Qalacaqsan elə çaşbaş, o zaman dərk edəcəksən. Nə oğul var, nə də yoldaş, nə də gəlməyəcək dadına illər uzunu yığdığın daşqaş. Üstünə yığılacaq xeyli vətəndaş vətənindən, tutacaqlar kəfənindən, dizəcəklər bədənindən ətini hissə-hissə. Sən adi bir ruhsan, zəifsən, dözəcəksən buna görəsən. Özünü aldatma, çoxu azla dəyişmə, heyibsən. Arada başını qaldır göyə bir bax, eylə nəzər, gör nə qədər kürə səmada düzülüb yeriyir. Görəsən bunu fikir edirmi görən görəsən yoldaşlar? Onları göydə biri, toqquşsa biri ilə, dağlar bu küllü aləm, yaşamaz bir nəfər adəm. Deməli burada nizam var, yaradan var, aç evdə oğu, quran var. Verən hər şeyin nişan var, görəcəksən yağışı kimdir sənə yağdıran yer üzünə. Buludu pərdə kimi kimdir çəkən yer üzünə, bu qədər bitkiləri kimdir səpən yer üzünə. Deməli bir haqq olan var, bunları bir yaradan var. Daima şükr edin ona, çünki sizi yaradan var.